Salam, bu gün istəyirəm amper qüvvəsi haqqında qısaca məlumat verim. Testlər işləyəndə nələrə diqqət edək? Başladıq elə amper qüvvəsinin düsturundan. Amper qüvvəsi bir induksiya vurulsun cərəyan şiddəti vurulsun delta L-dən ibarətdir. İndi amper qüvvəsinin iki ən böyük və ən kiçik halına baxaq. Maksimum qiyməti necə alır amper qüvvəsi? Əgər bir induksiya vektoru istiqamətinə, bax, elə fərz edək ki, bu bir induksiya vektorunun istiqamətidir. Əgər bu bir induksiyanın istiqamətində ona paralel şəkildə hərəkət varsa, əgər yüklü zərrəcik ona paralel şəkildə hərəkət edirsə, deməli amper qüvvəsi sıfıra bərabər olmuş olacaq. Yox, əgər buna perpendikulyar şəkildə hərəkət edirsə 90 dərəcəli bucaq altında, deməli maksimum qiymət alacaq. Ondan qalan aradakı dərəcələrdə isə götürəcəyik ancaq sinus proyeksiyasını. Məsələn, belə bir xətt var və onun bir dənə fərqli rənglə göstərim. Bir kosinus proyeksiyası var, bir sinus. Biz onu sadəcə sinus proyeksiyasını götürəcəyik. İndi gəlirik istiqaməti necə müəyyən edək. Amper qüvvəsində sol əl qaydası ilə tapılır. Sol əli götürürük. Ovuc içi hər zaman bizə bir induksiyanı göstərir. Bax, indi baxırıq. Əgər sol əldə əlimizin içini görürüksə, o zaman bir induksiyanın istiqaməti x olacaq. Yox, əgər sol əlin üstünü görürüksə, deməli bir induksiya nöqtə olacaq. Bunu da qeyd kimi götürün, hər dəfə sizi yormasın. Deməli, x-dirsə sol əlin içinə baxırıq, nöqtədirsə sol əlin üstünə baxırıq. Gəldik digər. Ovuc içi bir induksiyanı göstərdi. Sonra 4 barmaq. 4 barmaq cərəyan şiddətinin istiqamətini göstərəcək. Və gəldik əsas məsələ baş barmağa. Baş barmaq isə amper qüvvəsinin istiqamətini göstərəcək. İndi keçək suallara, əsas suallarda baxaq ki, qaydaları necə tətbiq eləyə bilərik. Baxaq birinci, bax bu ilk suala. Burada baxıram nə var? Nöqtə var. Sol əlimizi götürdük. Nöqtə olanda nə edirdik? Sol əlin üstünə baxırdıq. Sol əlin üstünə baxırıq və 4 barmaq cərəyan şiddəti aşağıya doğru olanda, onda baxıram ki, baş barmaq hansı tərəf olur? Sol tərəfə. Deməli, burada amperin istiqaməti 5 istiqamətində olacaq. Davam edək. Digər şəkildə də nöqtə olduğu üçün yenə sol əlimizin üstünə baxırıq. Sol əlin üstünə baxırıq. Cərəyan şiddəti də 4 barmağı göstərdisə, sol əldə 4 barmağı cərəyan göstərdisə, baxıram ki, baş barmaq aşağıya doğru olacaq. Burada da cavab 5 olacaq. Gəldik 28-ci suala. Bəs bu sualda necə işləyək? Əvəzləyici qüvvəni soruşursa bizdə, biz bilməliyik ki, əgər cərəyan şiddətində eynidirsə, cərəyan şiddətlərinin istiqamətləri eyni olursa, onlar bir-birlərini cəzb edirlər. Əks istiqamətdə olursa, onlar bir-birlərini itələyirlər. İndi bax, ortadakı kvadratın ortasındakı cərəyan şiddətinə baxaq. Baxın, bax, birinci onunla eyni istiqamətdədir. Çünki hər ikisi nöqtədir. Ona görə nə edəcək? Onu özünə cəzb edəcək. İkinci də onunla eyni olduğu üçün bu da onu özünə cəzb edəcək. Ancaq baxın, bu x-lar onunla fərqli olduğu üçün nə edəcək? Onu itələyəcək. Deməli, yekun əvəzləyici tən ortadan çıxmış olacaq. O da hansı istiqamətdədir? Y variantı. Gəlir 29-cu suala. Naqilə təsir edən əvəzləyici qüvvəni soruşur bizdən və baxın, deyir ki, amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Biz bilirik ki, ağırlıq qüvvəsi hansı istiqamətdə olur? Aşağıya doğru olur. mg aşağıya doğrudur. İndi gəlin birinci amper qüvvəsini tapaq, sonra yekun əvəzləyiciyə baxaq. Amper qüvvəsini bəs necə tapırıq? Götürürük sol əli. Sol əldə x olduğu üçün sol əlin içinə baxırıq. Və 4 barmaq cərəyan şiddətini göstərəndə görürük ki, baş barmaq yuxarıya doğru oldu. Yəni, amper qüvvəsi yuxarıya doğru olmuş oldu. İndi baxın, yuxarıya doğru 1 amper qüvvəsi var, aşağıya da doğru 1 mg ağırlıq qüvvəsi var. Və bizə deyir ki, bunlar bir-birlərinə bərabərdir. Axı biz bilirdik ki, qüvvələr əks istiqamətə gedəndə çıxılır. Onda amper qüvvəsindən mg-ni çıxanda yerdə 0 qalacaq. Yəni, naqilə təsir edən yekun əvəzləyici qüvvə 0-a bərabərdir. Ona görə də bu naqil düz xətli bərabər sürətlə hərəkət edir. Gəlirik 30-cu suala. Yenə də amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Baxın, bilirik ki, ağırlıq qüvvəsi onsuz da aşağıya doğrudur. Gəlin, amperin də istiqamətini tapaq. Baxıram ki, nöqtədir. Nöqtə olanda nə edirdik? Bircə dəqiqə, yerimizi açaq. Aha, sol əli götürdük. Əgər nöqtədirsə, sol əlin üstünə baxırıq.
4 barmaq da cəryan şiddətini göstərəndə gördük ki, amper qüvvəsi yuxarıya doğru oldu. Bəli, yenə də amper yuxarı oldu, MC ağırlıq aşağı oldu. Deməli, yekun əvəzləyicini tapmaq üçün bu iki qüvvəni bir-birindən çıxırıq və yerdə 0 qalır. Deməli, bu naqildir. Bu sualda isə bizə amper qüvvəsinin istiqamətini verib, cəryan şiddətinin istiqamətini verib, bir induksiyanı soruşur. Gəlin yenə də götürdük sol əlimizi və baxıram ki, cəryan şiddəti şəkildən bizə doğrudur. Cəryan şiddəti nə idi? 4 barmaq idi. 4 barmağı şəkildən özümüzə doğru tutaq və baş barmaq da sağ tərəfə doğru olanda baxıram ki, ovuc içimiz necə duracaq? Sanki ovuc içinə yuxarıdan aşağıya bir induksiya olmuş olacaq. Sol əllə yoxlasaz onu da görə bilərsiniz. Bu da oldu yuxarıdan aşağı Y variantı. Baxaq burada. Deməli, birinci cərəyanlı naqilin maqnit sahəsi tərəfindən ikinci naqilə təsir edən amper qüvvəsinin istiqamətini soruşur bizdən. Bunu necə tapırıq? Baxın, birinci naqilin ətrafında, bax, bu naqil yuxarıya doğru gedir. Biz bilirdik ki, naqilin sağ tərəfi X idi. Bax, bu X-i yazdıq, qeyd elədik. İndi keçirik, bax, digər ikinci naqilə. Sol əli götürdük və X olduğu üçün nə edirik? Sol əlin içinə baxırıq. 4 barmaq da cəryan şiddətini göstərdiyi üçün baxıram ki, amper qüvvəsi aşağı istiqamətdə olmuş oldu. C variantı. 65-ci suala baxaq. Cəryanlı naqillərin en kəsikləri göstərilmişdir. Cəryan şiddətləri verilib və amper qüvvə əvəzləyicisini soruşursa bizdən. Üçüncüyə təsir edən. Gəlin üçüncünü götürək. Baxıram ki, bax bu birinci cəryan şiddəti, üçüncü ilə əks istiqamətdədir. Çünki biri nöqtədir, biri X-dir. Bu o deməkdir ki, bu üçüncü naqili itələyəcək. Axı biz bilirdik ki, cəryan şiddətləri əks olanda itələnir. Bu özündən itələdi kənara. Baxıram, bu birisi də əks istiqamətdədir. Bu da özündən kənara itələdisə, ikisinin yekun əvəzləyicisi tən ortadan çıxacaq. B variantı. Sabit cəryanlı düz naqil verilib, amper qüvvəsini soruşur bizdən. Yox, deyir ki, amper qüvvəsi şəkil müstəvisindən bizə doğru yönəlmişdir. Onda nə edək? Baxın, ilk öncə gəlin, məsələn, A variantına baxaq. Biz A-ya ehtiyac yoxdur. Baxın, cəryan şiddəti 4 barmaq deyil. Sol əli götürdük. 4 barmaq cəryan şiddətidir. Bunu qeyd elədik. Və deyir ki, amper qüvvəsi şəkil müstəvisindən bizə doğrudur. Baş barmaq bizə doğrudur. 4 barmaq sağ tərəfədir, sol əldə. Baş barmaq bizə doğrudursa, ovuc içi nədir? Baxıram ki, induksiya aşağıdan yuxarıya doğru getmiş olacaq. Yoxlasaz görərsiniz. 70-də isə nə edirik? Induksiyanı necə tapırıq? Induksiya necə idi maqnitlə? N-dən çıxırdı, S-ə daxil olurdu. Sol əli götürdük. Ovuc içini elə götürək ki, induksiya, bax bu ox ovuc içimizə daxil olsun. Və 4 barmaq da cəryan şiddətini göstərirsə bizə dəqiqə. 4 barmaq da cəryan şiddətini göstərirsə, cəryan şiddəti isə şəkil müstəvisindən bizə doğru olmuş olacaq. Gəlin indi baxaq. Cəryan 4 barmaq bizə doğru, sol əli tutduq. Burada da ovuc içi də bax bu istiqamətdə olanda görürəm ki, baş barmaq yuxarıya doğru olmuş olur. Bu da oldu A variantı. Bir-bir onu özünüz yoxlayın, çünki bunu yoxlamazsanız kənardan onsuz da nə qədər deyilsə də onun əhəmiyyəti qalmır. Hər dəfə çalışın ki, sol əllə bir-bir verilənlərə əsasən özünüz yoxlayasınız. Gəldik bura. Baxın, bizdə bu səfər əvəzləyicini özləri verib. Əvəzləyicini verirsə nə edirdik? Əvəzləyicinin bir sağ tərəfindən xətt çəkirdik, bir sol tərəfindən. Və baxırıq ki, bunlar hər ikisi bax bu nöqtəni itələyiblər sən demə. Onda başa düşürük ki, bunların hər ikisi nöqtədən əks istiqamətdir, tərsinədir. Yəni X-dir. Onda hər ikisini X olan götürürük. 73-də. Sabit maqnitin qütbləri verilib, yenə amper qüvvəsini. Deməli, baxıram, 4 barmaq sol əli götürdük. 4 barmaq cəryan şiddətinədir, aşağıya doğrudur. Və N-dən isə çıxırsa, induksiya nə edir? Soldan sağa ovucumuzun içinə daxil olur. Əlimizi elə tutaq ki, əl içi sola doğru baxsın. Baxacaq ki, baş barmaq bizə doğru olmuş olacaq. Şəkil müstəvisindən bizə doğru. Y variantı. Vəssalam, elə bilirəm ki, kifayətdir bunlar. Bir dəfə, hər dəfə çalışın ki, o istiqaməti özünüz yoxlayasınız. Çünki bunu şəkillə, əllə, göstərməklə olası bir şey deyil. Gərək hər kəs özü baxsın. Amper qüvvəsində də elə ciddi çətin bir şey yoxdur. Bizə də nə düsturudur, bir də bu istiqamətləri işlədikcə oturacaq.